Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 24-cü mövzusu olan muncuqla naxış tikmə texnologiyası haqqında danışacağam. Deməli bilirik ki, müəllimlər, bəzi insanlar var ki, belə deyək ki, onların təbiəti yəni çox həssas olur. Məsələn, rəssamlar necə eləyir? Öz duyğularını, öz arzularını öz əsərlərində sanki dilə gətirir. Həmçinin də bacarıqlı insanlar, məsəl üçün naxış tikməni, muncuqla naxış tikməni bacaran insanlar da öz arzularını, öz istəklərini öz əl işlərində ifadə eləyirlər, canlandırırlar. Bax, bu günlərin biz öyrənəcəyik, görək muncuqla naxış tikmə nədir, necə yerinə yetirilir. Ümumiyyətlə, müəllimlər, muncuqla naxış tikmək üçün bizim əsas materialımız təbii ki, muncuqdur və muncuq həqiqətən də bu iş üçün bizə əlverişli bir materialdır. Baxaq görək muncuq sözünün mənası nədir? Biz 5-ci sinifdə artıq muncuq sözünün mənası ilə tanış olmuşduq ki, muncuq deməli ərəb dilindən götürülübdür. Buser, busra, yəni saxta mirvari demək idi. Bu gün isə biz yenidən öyrənirik ki, muncuq yəni boera, biser, yəni kiçik şüşə damcılar, bu daha xırda muncuqları nəzərdə tutur. Şüşə damcıları adı ilə məşhurlaşıbdır. Muncuqlar adətən müəllimlər yadımızda saxlayırıq şüşədən və plastikdən hazırlanır. Yadımızda bu dəqiq qalsın. Muncuqlar şüşədən və plastikdən hazırlanır. Naxış tikmə üsulları ən müxtəlif rənglərdə muncuqlarla işlənməyi sevir. Təbii ki, muncuqlarımız nə qədər müxtəlif rəngli olsa, hazırladığımız əsər də yəni bir o qədər ürək açan, xoş təəssürat yaradan olacaq da. Ona görə deyirik ki, ən müxtəlif rənglərdə muncuqlarla işlənməyi sevir bu sənət və muncuqla naxışladığınız hər bir məmulat təbii ki, öz doğulmalarımıza və sair kimi hədiyyələr oluna bilər. Baxaq görək muncuğun bəzək elementi kimi tarixi nə vaxtdır? Deməli, çox əvvəllərə gedib çıxır. Hələ tam qədim zamanlarda Misir fronlarının və zadəganların geyimi muncuqla bəzədilirdi. Bu, belə deyək, naxış tikmədə məşhur dəb usta, hazırki zamanəmizdə isə məşhur dəb ustalar və yaxud da bacarıqlı tikməçilər muncuqdan geniş istifadə olunur. Deməli, muncuğun tarixi dedik çox qədimdir və ta qədimdə Misir fironları, zədəganları geyimləri üçün muncuqdan istifadə eləyirdi. Daha sonra gələk görək, muncuqla naxış tikmək üçün istifadə edilən əla alət və tərtibatlarımız nələrdir? Müəllimlər, baxın, bu şəkildə bizə bu alət və tərtibatlar göstərilibdir. Deməli, burada qayçı var, kiçik ölçülü qayçı, saplardır, müxtəlif rəngli deməli muncuqlardır və bir də kərgah var ki, parçanı həmin o kərgahda dartmaq üçün istifadə olunur. Bircə dəqiqə, aha. Daha sonra baxaq ki, alət və tərtibatlarla tanış olduq. Naxış tikmək üçün muncuqların, bircə dəqiqə, naxış tikmək üçün muncuqların, bircə dəqiqə müəllimlər, üzr istəyirəm. Tənzimliyim, aha. Daha sonra naxış tikmək üçün muncuqların ölçüsü təbii ki, parçanın qalınlığına və sıxlığına uyğun olmalıdır. Yadımızda saxlayırıq. Naxış tikmək üçün muncuqların ölçüsü parçanın qalınlığına, bir də sıxlığına uyğun götürülür. Həmçində naxış tikmək üçün müəllimlər nazik iynələrdən istifadə olunmağı məsləhət görülür. Naxış tikmək üçün lafsan parçasından istifadə etmək məsləhət görünür. Saplarda isə monosapdı yadımızda saxlayaq ki, monosapdan istifadə etmək məsləhət görülür. Monosap nədir müəllimlər? Fırça və balıq ovu üçün hazırlanmış bir kimyəvi lifdir. Yəqin ki, o fırçaların fırça hissəsində, yəni o ağız hissələrində görərsiniz ki, o sanki jilkaya bənzəyir, amma daha zərifdir. Jilka bir neçə qatdan hazırlanmış olur, amma deməli, bu fırçadır, balıq ovu üçün nəzərdə tutan torlar nisbətən daha nazik, yəni bir qatlı olur da. Bax, bundan istifadə olunmağı məsləhət görülür. Parça olaraq dedik lafsandır və iynə olaraq incə iynədən istifadə etmək bizə məsləhət görülür. Və baxaq görək, son zamanlar naxış üçün kanvadan istifadə olunur və kanvadan da istifadə etmək üçün müəllimlər diqqət yetirmək lazımdır ki, bizim muncuqlarımızın diametri, kanvanın hansı ki, o bilirik ki, kanva belə deyə adətən
çatan parçalar olur da kanvanın üzərində. Çünki niyə? Çatan parçaların məsamələri belə biraz daha geniş olur və bizə də təbii ki, naxış tikmədə də, həmçinin də muncuqla işləmədə də bizə bu cür, yəni ipləri nisbətən qalın olan bir parça yaxşıdır ki, biz axı orada belə deyək, parçanın üzərindən nazik şapları götürüb o cür yazır, daha doğrusu yəni hazırlayırıq da naxışı. Bax ona görə deyir ki, muncuğun diametri bu kanvanın damasının ölçüsü muncuğun diametrindən artıq olmamalıdır. Yəni bax buradakı damalar var ha. İndi bundan daha qısa olur da, məsəl üçün çəkdim. Həmin bu damadan muncuq qısa olanda onda səliqəsiz alınır və yaxud da ondan böyük olanda da səliqəsiz alınır. Yəni deyir ki, muncuğun diametri kanvanın ölçüsünün diametri, daha doğrusu kanvanın damasının ölçüsünün diametrindən artıq olmasın. Muncuqla naxış tikmə işlərini sıx parça üzərində, əgər ilk başlayan kimsə bu işə başlamaq istəyirsə, yaxşı olar ki, sıx parça üzərində başlasın və ilk üçün isə sadə bir şəkil seçsin. Təbii ki, bu şəkilləri də ümumiyyətcə parçanın üzərinə yaxşı olar ki, surət çıxartma kağızından istifadə olunaraq o cür şəkil salınsın parçanın üzərinə və işləyən zaman iynədə sapın uzunluğu, hansı ki, belə deyək, iynəmizi birinci saplayırıq, o sapın uzunluğu 30-40 santimetrdən artıq olmamalıdır. Çünki yəni daha uzun olanda orada bir düyünlər düşür və bizim qolumuzu yorur, biz məcburuq ki, iynəni çıxartmaq üçün, sapı dartmaq üçün qolumuzu hər dəfə qaldıraq, endirək. Yəni bu bizim iş görmə funksiyamızı da zəiflədir. Ona görə 30-40 santimetr sözünü yadımızda saxlayırıq ki, iynədəki sapın uzunluğu 30-40 santimetr olmalıdır. Deməli, bayaqlarım ki, vurğuladıq müəllimlər ki, muncuq hörmək, naxış salma üçün, muncuqlarla daha doğrusu naxış salma üçün bizə dedik ki, lafsan parçası məsləhət görünür. Lafsan nədir? Sintetik bir parçadır və monosap dedik. Monosapı isə izah elədim ki, fırça və balıq ovu üçün torun hazırlanmasında istifadə olunan kimyəvi bir lifdir və iynə olaraq da vurğuladıq ki, nazik iynələrdən istifadə etmək məsləhət görünür. Və bir nüansı da yadınızda saxlayın ki, orada biz vurğuladıq ki, ilk bu işə başlayanlar sıx toxunuşlu parçalardan istifadə etməsi məsləhət görünür. Ümumiyyətcə, bir təsvir işləmək üçün eyni növ müxtəlif formalı muncuqlardan istifadə olunur. Naxış tikmək üçün keyfiyyətli muncuq təbii ki, seçilməlidir. Çünki yəni bizim hazırladığımız, biz ona nə qədər əmək veririksə, təbii ki, orada keyfiyyətli muncuq olmalıdır ki, o uzun ömürlü olsun və yaxud da göz oxşayan olsun. Sayda səhvə yol verməmək üçün sxemdəki damaların miqdarını qabaqcadan sayırıq və o qədər də ölçü, belə deyək, muncuq götürürük. Axı bayaqlarım vurğuladıq ki, deməli, kanvanın damalarının diametrindən muncuq böyük olmamalıdır. Deməli, bundan bir qənaətə gəlirik ki, oradakı damalar nə qədərdirsə, bizə o qədər də muncuq lazımdır. Və biz də bunu əvvəlcədən həmin damaları sayırıq və o qədər də muncuq götürürük özümüzə. Və 1 qram, təxmini 1 qram, bəzən bu da testlərdə düşür ki, 1 qram orta ölçülü muncuğun təxminən nə qədər olur? Təxminən 50 ədəd olur müəllimlər. Bu yəni testlərdə də var. Mən indi bu cür mənim öz hazırladığım testdə də salmışam bunu. Yəni ki, 1 qram orta ölçülü muncuq təxminən 50 ədəd olur. Muncuqla naxış tikmədə alət olaraq düz bucaqlı, dairəvi və çəngəl, daha doğrusu çərçivə şəkilli kərgahdan istifadə olunur. Deməli, müəllimlər, bunu da yadımızda saxlayırıq ki, düz bucaqlı, dairəvi və çərçivə şəkilli kərgahlar, kərgah bildikdə nədir müəllimlər? Yəni belə bir alətdir və biz bunun üzərində parçanı parçanı dartır ki, bunun üzərində yerləşdiririk parçanı ki, o parçanı dartır və bizim işimiz rahatlaşır da. Yəni o olmasa biz muncuqla naxış tikməni yerinə yetirə bilmərik. Aha, dedik ki, bu zamanda biz alət olaraq düz bucaqlı, dairəvi və çərçivə şəkilli kərgahlardan istifadə edirik. Kiçik və səpələnən ümumiyyətcə muncuqlar bilirik ki, naxış tikmək üçün əgər istifadə ediriksə, xırda muncuqlardır və bunlar da təbii ki, itbat olur da, dağılır. Bunlar belə deyək, diyirlənən olur stolun üzərində. Ona görə də bizə məsləhət görür ki, bunu xüsusi konteynerləri, yəni plastik qablar olur, konteynerlər ağzı bağlı. Bax, o cür qablarda saxlamağı məsləhət görür və muncuqla naxış tikməyə başlamazdan əvvəl lazımi sxemi çəkmək vacibdir. Bayaqlarım vurğuladığım kimi bu zaman biz sürət çıxartma yolu ilə bunu şəkil hazırlasaq, yəni belə deyək də müəllimlər, yəni
sürət çıxarma kağızını parçanın üzərinə qoyuruq və istədiyimiz şəkili həmin şəklin üzərindən çəkdikcə çəkirik və o bir parçaya çökür də. Kapirovka kimi bunu bu cür düşünün ki, bax bu cür sürət çıxartma yolu ilə əldə olunur. Muncuqla naxış tikmə xaçvari naxış vurmadan, bir də bunu hansı yadımızda saxlayaq ki, müəllimlər, bax muncuqla naxış tikmə ilə xaçvari naxış tikmənin texnikası demək olar eynidir. Fərq nədədir? Fərq onların vizual görüntüsündədir. Çünki muncuqla naxış tikmə nisbətən belə deyək də qabarıq olur. Axı muncuqlarla işləyirik. Yəni bir deməli vizual həcminə görə fərqlənir bir-birindən. Bir də materialına görə. Təbii material olaraq muncuqda biz muncuqla naxış tikmədə muncuqdan istifadə olunur da. Bax, yəni muncuğun o materialı və bir də yəni material olaraq muncuqdan istifadə etdiyimizə görə, həmçinin də vizual həcmə görə. Yəni muncuqda daha həcmli olur bizim hazırladığımız naxış. Bax bu iki prinsipinə görə fərqlənir, yadımızda saxlayırıq və yaxud da sualda bəzən düşür ki, məsəl üçün materiala və yaxud da vizual həcmə görə bir-birindən fərqlənən, ancaq materiala və yaxud da vizual həcmə görə bir-birindən fərqlənən naxış tikmə üsulu hansıdır? Onda muncuqla və xaçvari naxış tikməni götürürük. Yəni muncuqla naxış tikmə və xaçvari naxış tikmə bir-birinə, yəni iş prinsipi eynidir, belə deyək. Sxemdə hər rəngli kvadrat bir xaçı və yaxud da muncuğu ifadə edir. Hansı ki, bayaqlarımda vurğuladıq ki, ümumiyyətcə Canvada da elə idi ki, hər bir kvadrat bir muncuğu ifadə edirdi. Həmçinin xaçvari naxış tikmədə də hər bir xaç bir muncuğu ifadə edir. Muncuğun səpələnməməsi üçünsə biz bayaqlarım dedik ki, bir yerə yığmaq üçün konteynerdən istifadə edirik. Amma əgər açmışıqsa, belə deyək, artıq işimizi yerinə yetirdiriksə, bu zamanda yumşaq, həm də rəngli. Təbii ki, əgər tünd rəngli muncuqlarla işləyirsə, açıq rəngli parça və yaxud da açıq rəngli muncuqlardırsa, bu zamanda biraz tünd rəngli parçadan istifadə edirik ki, biz o muncuqları asanlıqla seçib götürə bilək. Daha sonra sapı ilgəyin köməyi ilə düyünsüz, təbii ki, o bilirik ki, iynə ilə bir tikiş yerinə yetirəndə sapın digər, yəni ümumiyyətcə sapın uc hissəsini düyün atırıq orada bir ki, sökülməsin bizim tikişimiz. Amma bu naxış tikmədə çox da bəyənilmir. Yaxşı görünsənmədiyinə görə düyünsüz bərkitməni məsləhət görür bizə. Muncuqla naxış tikmənin sonunda sapı elə bərkitmək lazımdır ki, onun ucu görsənməsin və etibarlı olsun. Həmçinin də bax burada bizi bunu necə yerinə yetirməyimizi göstəribdir. Daha sonra parça üzərində muncuqlu bəzək və yaxud da şəkilləri müxtəlif üsullarla tikmək olar. Ən sadə üsulumuz iynə qabağa tikişdir. Yadımızdasa iynə qabağa tikiş, müəllimlər, bunu əvvəlki dərsdə izah eləmişdim ki, elə normal bildiyimiz bu tikiş ki var, nəyisə bir sökük parça və yaxud da paltarımızın bir sökük hissəsini ki tikirik, iynə qabağa, yəni sağdan sola doğru tikiş. Bax, yəni elə ən sadə üsul, o cür fikirləşin ki, elə bizim hər birimizin bacardığımız üsul, ən sadə üsul iynə qabağa tikişdir və elə müxtəlif, həmçinin də muncuqla bəzək əşyalarının hazırlanmasının da ən sadə üsulu elə bu iynə qabağa tikişdir. Bunu yadımızda saxlayırıq. Daha sonra muncuğun iynə qabağa tikişi, baxaq görək hansı texnoloji ardıcılıqla yerinə yetirilir. Deməli, parçanın astarında bərkidilmiş sapı çıxarır, muncuğu sapa keçirir, iynəni geriyə, muncuğa mümkün qədər yaxın olmaqla parçaya daxil edirik. Bax, bu bizim olur iynə qabağa tikişimiz. Buna diqqətli olaq, müəllimlər. Deməli, bax, burada bizə həmçinin bunu göstərib necə yerinə yetirdiyimiz. Yəni, belə deyək, muncuq sapı ki çıxardırıq, iynəni yuxarıya doğru. Muncuğu sapa keçiririk, iynəni geriyə. Təbii ki, axı biz muncuq taxmışıq, iynəni nisbətən geriyə doğru əyirik və muncuğa mümkün qədər yaxın olmaqla. Biz bu cür eləməliyik ki, bu muncuqlar belə deyək, bir-birindən aralı şəkildə olmasın da. İynəni nisbətən muncuğun alt hissəsinə tərəf yerindən yenidən batırırıq ki, muncuq qabarsın, yuxarıda dursun ki, bizim naxışımızda həcmli alınsın, gözəl alınsın deyə. Muncuğa deməli mümkün qədər yaxın olmaqla parçaya daxil edirik və bu şəkildə işimizi yerinə yetiririk. Astar tərəfdən kiçik ilgək düzəldib yenidən üst tərəfə
qayıdır. İynəni muncuğa keçirir və belə bu şəkildə də davam edirik. Bir şey də yadımızda saxlayaq ki, müəllimlər, bir ilcək üçün bir muncuq dənəsi nəzərdə tutulubdur. Sadəcə çalışmaq lazımdır ki, ilcəklərimiz ideal şəkildə düz və sıx olsun. Yəni belə deyək də, ilcəklərimizin həm uzunluğu eyni olsun, həm sıxlığı belə deyək, düz şəkildə o istiqamətimiz də tam düz olmalıdır ki, bizim əldə edəcəyimiz bu işimiz, bu əsərimiz yaxşı alınsın deyə. İlcəyin eni uzunluğun eni ilə eyni olsa, onu sallanmağa qoymaz və naxış səliqəli alınar və bu bayaqlarım dediyimiz prosesdir ki, ilcəyin eni muncuğun eni ilə eyni olsa, yəni eyni qədər, bunu sallanmağa qoymaz. Bilirik ki, amma biz buna fikir verməsək, iynəni nisbətən muncuğa yaxın yerdən salıb yenidən işimizə davam etdirməsək, bu zaman orada muncuqlar sallanacaqdır da, yəni boş olacaqdır. Ona görə də iynəni biraz muncuğa yaxın yerdən batıraraq işimizi yerinə yetiririk ki, həmin bu sallanma olmasın və naxışımız da səliqəli alınsın. Daha sonra bu qədər müəllimlər bugünkü dərsimiz ümumi olaraq deməli belə bir nəticəyə gəldik ki, deməli bir də sizə bir ümumi bir yekun olaraq bir təkrar eləyək ki, dedik ki, muncuq sözü bu era, yəni bisir kiçik şüşə damcıları demək idi və onu da bildik ki, muncuq naxış salma üçün bizə nazik iynə lazım idi. Parça olaraq lafsandan, lafsan sintetik bir parça idi və sap olaraq monasapdan, monasap isə fırça və balıq tilovları üçün nəzərdə tutulmuş kimyəvi lifdir və daha sonra onu da biz bildik ki, muncuqların ölçüsü parçanın qalınlığına və sıxlığına uyğun olaraq seçilir. Biz bu işi yerinə yetirərkən deməli yadımızda saxlayırıq müəllimlər. Muncuqların ölçüsü parçanın qalınlığına, bir də sıxlığına uyğun olaraq seçilir. Muncuqdan əvvəllər deməli zadəganlar geyim üçün, misir freonları, zadəganları geyim üçün istifadə edirdi. Hazırda müasir bütün belə deyək dəb ustaları bu muncuqdan istifadə edir və işləyən zaman iynədəki sapın uzunluğu dediyi 30-40 santimetrdən artıq olmamalıydı. İlk bu işə başlayan insan dedi ki, çalışmalıdır ki, sıx parça üzərində bu işə başlasın. Daha sonra bircə dəqiqə. Bu qədər müəllimlər yekunlaşdıraq. İnşallah görüşərik.